4 ildir ki qürbətdə yaşayan qonaqlarım gəlir, onlar üçün onların istəyinə uyğun olaraq çeşid-çeşid dolmalar hazırladım sifəyə. Soğan dolması, yarpaq dolması, kələm dolması və badımcan, pomidor, biber dolması. Ümumiyyətlə dolmalarınızın, nəinki dolmalarınızın, ət yeməklərinizin ləzzətli olmağını istəyirsinizsə, ət seçimində diqqətli olmalısınız. Əti hardan aldığınız, ətinizin təzəliyi çox önəmlidir. Soğan dolması ilə kələm dolmasının içibləri eynidir. Soğan, kərəyağı, tomat pastası, düyü, keşiş və şüyüd. Yarpaq dolmasına isə xüsusi olaraq quru nanə mütləq əlavə edirəm. Badımcan, pomidor, biber dolmasının ətini çox qovurmayın. Ət orada qovurulana qədər gəlin gedək Arazdan. Mən çünki əti Arazdan almışam, özü də 13 manat 99 qəpiyə. Bu kampaniya ayın 9-una qədər davam edəcək. 15 manat və ondan çox alış-veriş edənlər üçün keçərlidir. Keçən dəfə Arazdan aldığım ətdən Naxçıvan qovurması hazırlayıb sizlərlə bölüşmüşdüm. Qaynatmadan əti birbaşa qovurmuşdum, pambıq kimi yumşaq olmuşdu. Əti alarkən qəssabdan xahiş elədim ki, belə ət çəkən maşından keçirsin. Arazdan aldığım ətin keyfiyyətinə şübhəm yoxdur. Dadı ləzzətlidir, tez bişir. Ən əsası keyfiyyətli və bütün İslami qaydalara uyğun formada kəsilir. Son olaraq onu deyim ki, bütün ətlər laboratoriya analizindən keçiriləndən sonra yalnız keyfiyyətli ətlər mağazaya göndərilir. Yəni mən bu əti alıb evimə gətirirəmsə sizə də rahatlıqla tövsiyə edirəm. Badımcan, pomidor, biber dolmasının içərisinə mütləq reyhan və keşniş qatıram. Badımcanları isə qovururam. Kələm dolmasına kərəyağı, alça turşusu, tomatlı sos və biber əlavə edirəm. Yarpaq dolmasının üzərindən biraz da duru yağ əlavə edirəm ki, parıltılı olsun. Soğan dolmasına da tomatlı sos əlavə edib üzərinə